Hər vaxtınız xeyir olsun. Siz övladınızla danışmağa başlayanda cümləniz mübahisə ilə bitir, yoxsa o otaqdan girib gizlənir? Bunlardan hansı baş verir? Və yaxud da ki, övladınız sizin dediyiniz heç bir sözü dinləmir? Əsasən bu hal yeniyetmələrə aid bir haldır. Bu proses niyə baş verir və biz nə etməliyik? Əvvəla bunu mütləq qeyd etməliyəm ki, valideynlər olaraq çalışmalıyıq ki, yeniyetmə olan övladlarımıza niyə belə etdin deyib də onu günahlandıra biləcəyimiz cümlələrdən, suallardan istifadə etməyə üstünlük verməməliyik. Bu yeniyetmələrdə müdafiə instinkti yaradacaq və yeniyetmələr sanki ittiham olunduqlarını düşünəcəklər və heç bir şeyi ifadə etməyib daha çox aqressivləşəcəklər. Ağıl verməkdən qaçmaq lazımdır ilk öncə. Çünki övladlarımız bizdən ağıl istəmirlər. Onlar ən çox bizdən eşidilmək, dinlənilmək və anlaşılmaq istəyirlər. Biz amma əsasən bu hallarda daha çox çalışırıq ki, onlara məsləhət verək, onlara mən də bu vaxtda bu hadisələri yaşamışdım, belə eləmişdim kimi məsləhətlər verməyə başlayırıq. Amma bu doğru metod deyil, çünki bu şəkildə övladlarımızı özümüzdən uzaqlaşdıra bilərik. Qeyd etdiyim kimi, valideynlər daha çox uşaqları, yeniyetmələri daha doğrusu dinləmək yerinə daha çox danışmağa və nə isə izah etməyə üstünlük verirlər. Və uşaqları dinləməkdən və uşağın nə deməyə çalışdığını eşitməkdən, anlamaqdan əlavə öz bildikləri doğruları onlara çatdırmağa və yönləndirməyə çalışırlar. Bu şəkildə övladlarımıza yaxınlaşmağımız yeniyetmələrdə daha çox anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru desə belə, biz artıq, daha doğrusu yeniyetmələr artıq buna diqqət yetirməyəcək və bir şeylərini paylaşmamağa gətirib çıxardacaq. Yəni, yeniyetmələr daha çox müdafiəyə qalxacaq və heç nə ifadə eləməyəcək, heç bir şeylərini paylaşmayacaq. Bunun əksinə, tam tərsinə, elədiyi bir səhv varsa belə, bu nöqtəyə, bu səhvə necə gəldiyini anlamağa çalışmaq və elə bir söhbət ortamı yaradılmalıdır ki, yeniyetmə öz bu nöqtəyə gəlməsinin yolunu bizə açıq şəkildə izah edə bilsin, rahat şəkildə ifadə eləsin. Uşaqlar istər 1 yaşında olsun, istər 20 yaşında olsun, fərqi yoxdur. Hər bir yaşda sevgi göstərmək ən önəmli vasitədir qarşımızdakı insanın ürəyinə yol tapmaq üçün. Yeniyetmələr də həmçinin ana və atalarından gözlədiyi sevgini və hörməti görməyəndə artıq sevgini başqa yerlərdə axtarmaq həvəsinə girirlər. Yanlış dost qrupları, yanlış topluluqlara daxil olurlar və bu da onlar başqa insanların içərisində özlərini qəbul etdirməyə çalışırlar. Çünki düşünürlər ki, mənim valideynlərim məni sevmir, məni qəbul etmir, mən başqa yerlərdə qəbul olunum kimi düşüncə içinə girirlər. Və yanlış yola da keçid eləyə bilərlər. Və gizlilik anlayışı bu nə deməkdir? Biz daha çox övladlarımızın sirlərini ulu orta danışanda, qohum ortamında və yaxud da ki, dostlarımız arasında fərqi yoxdur. Hər hansısa bir ortamda övladlarımızın bizə dediyi məlumatları, informasiyaları, onlar haqqında olan bilgiləri bir başqasının yanında paylaşanda övladlarımızın artıq güvənini itirmiş oluruq və onlar bir daha eyni informasiyanı bizə verməyə bilərlər. Yəni, güvən və gizlilik burada da çox önəmlidir təbii ki, hər münasibətdə olduğu kimi. Belə bir şey də deyim. Hörmət etmək deyənə nədən bəhs edirəm? Biz övladlarımızın, məsələn, yeniyetmə uşaqlar daha çox otaqlarına girib öz alanlarını yaradırlar və istəyirlər ki, onların gizli, məsələn, kitab dəftəri olsun, yazdıqları günlüklər olsun, fərqi yoxdur. Bunları heç kəs açıb oxumasın, baxmasın və biz valideynlər olaraq onların bu göstərdiyi gizlilik hərəkətlərinə uyum sağlamalıyıq və biz gizlincə girib o otaqda o günlüyü vərəqləyəndə və yeniyetmə bunu görəndə bu güvən artıq çox dərin bir şəkildə yaralanmış ola bilər. Eyni zamanda uşaqlarımızın cib telefonlarını onlardan icazəsiz əlimizə alıb baxdığımızda onlara artıq bu yanlış informasiyanı ötürmüş oluruq. Və uşaqlar daha çox içinə qapanar, bizə heç bir şey ifadə eləməzlər. Əslində bizim ən böyük səhvlərimizdən biri övladlarımıza fərd kimi yanaşmamağımızdır, şəxsiyyət kimi yanaşmamağımızdır. Əgər biz onlara şəxsiyyət kimi yanaşsaq, onların da bizim kimi bir insan olduğunu qəbul etsək,
Bunları mütləq ki, qarşımızdakı yeniyetmə olsa, uşaq olsa fərqi yoxdur, bunu hiss eləyəcək. Əgər onlar bizim onları qəbul etdiyimizi və hörmət etdiyimizi hiss etsələr, onlardan da qarşılığını alacağımıza əmin ola bilərik. Çox sağ olun məni izlədiyinizə görə. Ümid edirəm faydalı olmuşdur.